Davamlar keçən videoda qeyd etdiyim kimi testlərə başlayaq. Ancaq bu testlərin cavablarını mən deməyəcəm. Bu bir növ sizin üçün sınaq testləri olacaq. Mən yalnız sualları oxuyacağım, cavabları özünüz tapacaqsınız. Xalq mahnılarında əsas mətn nədir? 1943-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına kimin adı verilmişdir? Franz Schubert neçənci ildə vəfat etmişdir? Malinovkada Toy komediyası kimindir? Hansı bəstəkar Bayatı Şiraz muğamını orqan aləti üçün işləmişdir? Davam edək. Fanfar hansı alətlər qrupuna daxildir? Fikrət Əmirov Sevil operasının hansı pərdəsində muğamını istifadə edib və bu hansı muğamdır? Bağçada Gül necə mahnıdır? Müqəddəs Müharibə 7-ci simfoniya Vətən operası. Bu hansı bəstəkarların əsərləridir? Uşaq xorunda yüksək zil səs necə adlanır? Kamança və simfonik orkestr üçün konsert əsərini kim yazmışdır? Şahsənəm obrazını kim böyük məharətlə ifa etmişdir? Fikrət Əmirovun baleti hansıdır? Operetta janrı neçənci əsrdə yaranmışdır? Azərbaycanın müasir mövzuda yazılmış ilk opera hansıdır?